Sual verilir ki, evlənə bilməyən cavan qardaşlar nə etməlidir? Nə qədər cəhd edir, heç cür alınmır. Bu halda qardaş nə etməlidir şəriətlə? Deməli, bunun bir yolu var. Bir yolu var. O da sübhə yaxın oyanaraq duaları çoxaltmaq və xüsusən də bu duanı ki, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm axşam zikirlərində onu edər. Ya Hayyu ya Qayyumu bi rahmetika estəğith aslih li şə'ni kullə və la təkilni ilə nəfsi tarfətə ayn. Ey diri olan, ey hər şeyi idarə edən, sənin rəhmətinlə səndən yardım istəyirəm. Aslih li şə'ni kullə. Mənim bütün işlərimi səhmana sal. Bütün işlərimi səhmana sal və göz qırpımı qədər olsa belə məni nəfsimə buraxma. Deməli, əzəmətli duadır. Bütün işlərimi səhmana sal. Deməli, tək bu bütün işlərin səhmana düşməsinə səbəb olacaqdır. Sübh namazından əvvəl yarım saat, 20 dəqiqə, 1 saat əvvəl qalxıb, namazda, namazın səcdəsində bu duanı çox etmək. Ya Hayyu ya Qayyumu bi rahmetika estəğith aslih li və la təkilni ilə nəfsi tarfətə ayn.